Uşaqlar arasında piyələnmə rekord həddə çatıb. Müasir dünyada uşaqların bir qismi artıq çəki ilə mübarizə aparır. Digər qismi isə qida çatışmazlığı problemi ilə qarşılaşır. Mütəxəssislər bu vəziyyəti ikiqat qidalanma yükü adlandırır və problemin həllində məktəblərin rolunu xüsusi vurğulayırlar. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə 2025-ci ildə məktəb yaşlı uşaqlar və yeniyetmələr arasında piyələnmədən əziyyət çəkənlərin sayı 188 milyon nəfərə çatıb ki, bu da onların dünya üzrə ümumi sayının təxminən 1/10-ni təşkil eləyir. Bu göstərici tarixdə ilk dəfə olaraq bədən çəkisi normadan aşağı olan uşaqların sayını üstələyib. Ümumdünya Səhiyyə Təşkilatı məktəbləri uşaqların sağlam qidalanmasının təmin edilməsinə daha çox diqqət ayırmağa çağırır. Qurum hesab edir ki, məktəb mühiti sağlam qidalanma vərdişlərinin formalaşdırılmasında və həm piyələnmənin, həm də qida çatışmazlığı probleminin qarşısının alınmasında mühüm rol oynayır.